Кислый-то. Хватит или нет? Да, думаю, да. Dostlar, hamıya salam. Sizinle bugün Nanul Asamer'di. Kanalıma hoş gelmişsiniz. Mama ilə planlaşdırdıq ki, bu günləri shopping-moppingə gedəcəyik. Amma ondan əvvəl səhər yeməyimi yeməliyəm. Çünki sizə demişdim ki, acı qarına heç nə edə bilmirəm. Başlayıram özümü pis hiss eləməyə. Ona görə əlbəttə ki, buterbrod. Eyni zamanda da çox insanlar soruşur ki, gün ərzində necə yeyirsən, nə tər qidalanırsan. Tamamilə gün ərzində nə yeyəcəm, necə edəcəm, hər şeyi sizin üçün göstərəcəm. Həm də çox xahiş edirəm, pričoskama heç bir fikir bildirməyin. Yuxudan durmuşam. Bu da saç düzümümdür. Heç nəyi dəyişmədim. Hətta əl üzümü ancaq yumuşam. Vəsə bu qədər. Makyaj heç nə etməmişəm. Onsuz da sıfatımdan görünür. Və ən vacib nə demək istirdim? Əgər sizə əziyyət deyirsə, kanalıma abunə olun və bu videonu like eləyin. Sizin üçün sadə bir şeydir, amma mənim üçün böyük bir şeydir ki, mən bu videolara davam eləyim. Başa düşüm ki, sizi hər şeyi bəyənirsiniz. Əzizlərim, Kiko'nun bu bleskinə vuruldum. Alın, aldırın 100%. Və ən çox soruşurlar ki, hansı pomadadır səndə? Məndə Kiko 406-dır göstərmişəm və yaxud da 405. Ya onu istifadə edirəm, ya bunu. Möhtəşəmdilər. Çox yumuşaqdılar, elə bil balzamdır dodağında. Bəyəndim. Dayım mənə Polşadan belə çap-çup aldı, çap-çup. Onları giyinmək istədim. Prosta ki, indi kablukda məncə olsam, paltarı daha yaxşı özümə seçə biləcəm. Qəşəngdirlər, mənim razmerimdir. Belə rahat da shopping eləməyə. Prosta ki, dedim ki, normal seçə bilməyəcəm özümə paltar-pultar. Kablukla daha yaxşı baxmaq olar da. Sizin sevmədiyiniz çap-çupları giyinəcəm. Və eyni zamanda sizə bildirmək istəyirdim ki, mən sizin istəkləri nəzərə alıram. Çoxlarınız rəylərdə yazmağa başladınız ki, gününüzü tamamilə göstərin, mağazaya getməyi göstərin. Mən də dedim, göstərim, niyə də yox. Bunu götürdük. Qəşəngdir, yay ətridir və bunu götürdük. Wonder Rose, pis deyil. Qiymətlər bu 27-dir, bu da 25-dir. Kiçikləri götürdük. Baxaq necə qalır. Amma çoxdur burada, pis deyil. Amma ki, bəziləri çox şirindir. Mən çox şirin sevmirəm. Və çox xahiş edirəm, sizin tövsiyəyə çox ehtiyacım var. Bu rubaşkanı bəyəndiniz ya necə? Mən indi videolara baxıram və başa düşürəm ki, mən çox bəyəndim. Çox peşman oldum ki, götürmədim. Çünki onun əllərini fikir versəz, görürsüz necədir, çox gözəldir. Az halda rubaşkada belə bir forma görmüşəm mən. Mənə deyində, əgər doğrudan da bəyənsəz, gedin bəlkə götürüm. Nə deyirsiniz, sizdən məsləhət alım. Çox xahiş edirəm, yazın. Mən bəyəndim, şalvarların materialı çox qəşəngdir.
Bu günləri molda dəhşət çox takipçilərimi gördüm. Məndə də takipçilərdə yeni moda var. Hamı mənə üzü baxa-baxa gülür. Burada da qız məni tanımışdı, mamasını gözləyirdi. Mən də əl elədim. Dedim videoda onu da göstərim. Çox yaşlı, sakit qız idi. Yaxınlaşdı mənə dedi ki, siz tiktokersiniz dedi mən. Və qızlar, yenə də sizdən kömək istəyəcəm. Bu mangoya girdim. Mangoda da bu sumkanı gördüm. Əslində çox vuruldum, çox bəyəndim. Əynimdə də məncə çox gözəl qalır. Nəyə görə? Çünki məndə belə razmerdə sumkalar yoxdur. Hətta bu lookla da bəyəndim. Məncə gözəldir. Çox xahiş edirəm, yazın alım ya yox. Endirimi çox kiçik idi. Yalan demirəmsə 89-dan 83-ə düşmüşdü. Biz qiyməli pide götürəcəyik. Keçən dəfə qarışıq götürdük. Bildik ki, qiymənlə andadlıdır. İnanıram ki, məni eşidirsiniz. Mikrofon yoxdur. Bir də bu dəfə dürüm götürmək istəyirik. Bu 75 qram olan götürəcəyik indi. Və içməyə nə istəyirsən mama? Humus. Mən sizləri mukbangsız qoya bilmərəm. Burada da kiçik bir mukbang, əslində kiçik bir şey deyil. Orada çox mukbang olacaq sizin üçün. Göstərəcəm. Eyni zamanda danışmaq istəyirdim ki, sizin bütün məsləhətlərinizə qulaq asacağam. Bu sumkaya görə, bu boşqaya görə dəqiq deyin. Əgər desəz ki, hə superdir, əladır, sənə çox gözəl yaraşır, nə olar belə deyin. Mən də sabahsı gün sразу qaça-qaça gedib alacağım. Çünki doğrudan da bəyəndim, amma ortada qaldım da bilmədim dəqiq ya yox. Dedim sizlə məsləhətləşim. Əgər siz hə desəz mən götürüm, amma əslində ən çox bəyəndiyim sumka oldu. Sumka çox ürəyimə düşdü. Mən əslində mangonun paltarların keyfiyyətini çox sevirəm. Ən azından mən aldığım bir şey deyə bilərəm də. Əynimdəki tulum hətta mangodur. Ona görə bu səbəbdən çantanı da götürmək istəyirəm. Dürümlər sifariş verdik, ətlə, kartof fri, ketçup üstündə, pide, burada humusdur, mamaya deyim və çörək. Bu da sizə mukbangın davamı, dürümdür, toyuqla dürüm, ətlə dürüm daha doğrusu. Məncə çox dadlı idi, yəni pis deyildi. Onsuz da ki, bundan sonraki kadrda mən sizə tamamilə açıq hər şey deyəcəm. Məndə də mama həmişə mən oturub yemək yeyəndə deyir, mənim şəklimi çək, Instagrama, WhatsApp-a qoyacam. Sizin də mamalarınız belədir, yoxsa məndə belə eksklüziv mamadır. Və kimlər ki, mənim anamı görmək istəyirdilər. Nəhayət bu vlogda daha ətraflı mamanı gördünüz. Çünki bu dəfə mamaya dedim ki, mama olar tam çəkim. Mama deyir, hə. Yəni tamamilə üzünü gizlətmirdim, belə göstərdim. Yəqin ki, ona komplimentlər yazarsınız. Mama da rəyləri oxuyur. Mən ümumiyyətlə mamuliçka ilə harasa çıxmağı çox sevirəm. Çünki mamaya deyəndə ki, mama məni çək, fıf-muf eləmir, rahat məni çəkir. Onsuz da gördünüz ki, Zara da məni necə rahat çəkirdi. Və eyni zamanda mız-mız xanımlardan deyil, nə cəhətdə. Məsəl üçün ayağım ağrıyır, oram ağrıyır, buram ağrıyır. Nə qədər lazımdır, o qədər də mənlə gəzir. Heç də yəni mazqi edən insan deyil də, var insanlar. Ayağım ağrıyır, gedək oturaq. Oram ağrıyır, gedək oturaq. Yəni mən belə insanam, şəxsən düzün deyim, amma anam elə adam deyil. Burada da bu məkanda nə qədər olmuşuqsa həmişə pide götürürük. Çünki pideləri üçün ölürəm. Həmişə qap-qaynar gətirirlər. 1 dəqiqə içində, bilmirəm, 5 dəqiqə olsun. 5 dəqiqə keçir, görürüm pide qap-qaynar gəlir. Heç gözlətməyə imkan vermirlər də. Gözləməyə imkan vermirlər. Zakaz elədin, pide düz sənin qabağında. Zakaz elədin, lahmacun sənin qabağında. Zakaz elədin, dürüm sənin qabağında. Yəni bu məkanı mən doğrudan da çox sevirəm. Özdəki hər tərəfli də görürəm ki, məsəl üçün nəsə çəkirdim. Gördüm ki, o tərəfdən baxırlar, bu tərəfdən baxırlar. 5 dəqiqədən 5 yaxınlaşıb soruşurlar ki, necə nətərdir. Mən də qıraq stollara baxırdım ki, mənə necə gətirirlər, onlara da elə gətirirlər tez. Elə də tez hamıya da gətirirdilər. Ofitsiantlar da çox gülər üzlü var. Məkana gedirsən, elə ölü sifətlə səni qarşılayırlar. Burada elə deyil. Çəkdim, ikinci dəfə çəkirəm. Çünki mama xanım götürüb basıb hər şey getdi, silindi. Deməli bir dənə pide qaldı bizdə, bir qutu.
Hərəsindən də bir dənə yəni belə qaldı. Keçən dəfə yəqin ki yadınızdadır, bilmirəm səsdən eşidəcəksiniz ya yox. Tarelkada sakaz eləmişdi. O daha dadlı idi. Yəni onu tövsiyə eləyərdim. İndi bunu evə aparacağıq. Məcbur. Mamada da qaldı. Mama göstər. Mamada da qaldı, məndə də qaldı. Prosta mən kartoşkanı yedim. Humus çox dadlıydı. Humus çox ləzzətli idi. Mama demək olar yedi. Çeki axırda göstərəcəm sizə. Dedim götürək. Çünkü bizde Ruslarda bir dənə söz var, daha doğrusu Ruslarda. Что уплочено, то проглочено. Nəyi pulunu ödəmisənsə o yeyilməlidir. Bunu da götürdük. Zara'dan parfüm aldıq. Nude. 27'ye. İndi açmaq istəyirəm. Orada beğendim, hem de ki sonra bizden sonra bir hanım da götürdü. Burası kalıcılığına bakmak istedim, ona göre götürdüm 30. Çok güzel etli var. Hissedirsiniz. Bence yani bakacağım kalıcılığına. Yay etlidir, yay. İçinde ne var? Neden internette okuyacağım. Böyle sitrus ətli mən istəyirəm. Eve gəlim sizə göstərəcəm. Eve gəlim sizə göstərəcəm. Mamaya nə aldıq? Özümə nə aldım Zara'da? Zara'da sizə göstərdim onu. Şalvar aldım. Əslində dona görə getmişdim, amma donların heç birini bəyənmədim. Elə bir kolxoz sədriyə oxşuyordum valla. Aa, bəli. Mamaya da belə gözəllik gəldi. Mənə də espresso. İç görəyim ama dadına bax. Dadlı da. Qəşəngdir. Efendim. Çok şirindi. Çok dadlıdır. İnanırsınız, həmişə deyirəm özümə kofe sifariş vermə. Sifariş verdim, espressodur da. Mən adətən sevirəm ümumiyyətlə double espresso. Bu dəfə espresso sifariş verdim. Həmişə ürəyimə vurur, başlayır ürəyim tez-tez döyünməyə. Ona görə əvvəl dəhşət çox kofe içirdim. Həddindən artıq. İndi hardasa bir il yarımdır. Mən ümumiyyətlə kofe demək olar bəlkə bir dəfə, iki dəfə içmişəm. Və bu dəfə içdim, gördüm ki, özümü başladım pis hiss eləməyə. Bundan sonra söz verdim ki, su içməyəcəm. Amma çox ləzzətli idi. Kofe sevənlər yəqin ki, məni başa düşər. Şotolar 80 oldu, 73 plus 7 manat 30 nədir ona servis. Sonra biz çıxdıq. Ofisiant o kadar güler yüzüydü ki, yani 10 manat verdim ona. Her şey dəqiqədən bir soruşurdu, her şey çok dadlıdır ya yok, her şey necədir, nətərdir. Yani oradaki ofisanta fikir vermişəm ki, hamısı belədilər. Gedəndə də bir dənə oğlan yaxınlaşdı, dedi ki, yenə gəlin belə elə. Orada elə insanlardı. Ona görə oranı bəyənirəm. Reklam değil. Özümüzə demişik. Qəşəngdir, bəyəndim. Sonra gücüm yok diye giyinməyə. Neçədir bunlar? 169'du bunlar. Giyinərdim ya, prosto gücüm yoktu. Bunları da bəyəndim. Rahattılar da 100%. Küçük kablukta 150'dir. Belə kaşılıq var 129'a da. Qəşəngdilər bunlar. Ben bunu beğendim ve bunu.
qəşəngdirlər. Bəlkə kimsə kaşelok axtarırdı. Yalan demirəmsə, kojadılar. Вот такие есть. 95 stalik 95 olub, 149'un yerine kiminsə ayağı ağrıyırsa, süper. Belə bir şeylər də var, alçaq tabanda. Deməli, bunlar da 85'e düşüb 169'dan. Тебе вот такое нужно. Это, мне кажется, слишком лаковое вот такое. Şpilkada gəzə bilməyənlər üçün belə kablçoklarda da var, belə. 85'e düşüb 169'dan. Belə rəngi də var, belə rəngi də var. Qəşəngdilər. Mənə belə bir şey yaş. Prosta mama vallahi axotum yeməyi yemişəm. Məncə ayağımda şişib heç nəyi bəyənməyəcəm. Ona görə geyinmirəm. Min mamaların ayaqları ağrıyırsa bunu da bəyəndim. Belə çeşkadı ama burada biraz kablçok var, toya falan. Çox qəşəngdilər. Mən bəyəndim. 125'e düşüb 169'dan. Eynən qəhvəyi rəngi də var. Mama göstərinmi? Qəhvəyi rəngi də var. Çox qəşəngdir. Düzdür, bununla biraz mızmızdır bunu taxmağa. Amma məncə rahatdılar. Yüngüldülər. Belə şəpitlərdir kimlər ki istəyir. Endirmə düşüblər bunlar da 85'e 169'dan. Bunlar da eynən qara rəngi. İndi Bravo'ya düşürük. Ucu yorulmuşam açığı. Saat 4'ün yarısından buradayıq. Ucu saat 7'dir. Bilmirəm mikrofonsuz necə eşidəcəm. Daha doğrusu eşidiləcəm. Getdik. Mən qaş sabitləyici almalıyam. Gedək baxaq, orada Golden Rose var ümumiyyətlə ya yox. Bravo'dakı Olivia'ya girdim. Olivia'ya. Orada 13 manatdan bu 7'ye düşüb. Qaş sabitləyicisi dedilər, təriflədilər. Golden Rose dedilər ki, qaşı tökür. Son, getdik kasaya. Dayım Almaniyadan, yalan demirəmsə, bu şokoladları gətirib, içində belə qozları var. Burada 6'yadır. Çox dadlıdır bunlar. Tak, mamaya LCY2'dən belə şalvar götürdük. Deməli 4XL 30 manata. Çox belə löhki materialı var. Totuş mamanız varsa, yəni əla rezinkada çox rahat idi. Belə, bu belə. Başqa götürdük. Sarı rəngini, mama ağdı deyə. Çox qəşəng belə rənglər ona yaraşır. Yüngül. Bunun qiyməti deməli 24.99-a. Çox qəşəng. Bu defaktonun üzüklərindən belə iz qalır, əsəbləşirəm. Nəysə, hə. Restoranda da oturanda Zara'nın baxın bu parfümünü aldım. Qiyməti 27'yə. Çox qəşəngdir, pis deyil. Elə bir üstümüzə vurduq ha restoranda, hələ də üstümüzdə qaldı. Belə koftiçka götürdük. Buna fikir verim, dızdarand qalıb. Hansı dızdaranda alıram, həmişə qalır. Baxın, gərək yumağı indi qoyacağım o üstəki. 27 manata belə bir rubaşçıq aldım və obrazlı vırız. Çox qəşəng görsənir şalvarla. Və həmən şalvarı hansın ki göstərmişdim. Materialı çox qəşəngdir. 79'a. M aldım, amma burada boş qalır. Boş qalır. S götürə bilərdim. Prosta mən yayda rahat geyinməyi sevirəm. Ona görə M götürürəm həmişə. Çox qəşəngdir. Bu belə. Dostlar, hamıya salam. Deməli dedim axşam xeyir, daha doğrusu dedim söhbət eləyək. Nə olub? Deməli taksi ilə üstümdə bu nədir ax? Hə, taksi ilə qaydırıq. Həmişə də komfort sifariş verirəm. Çünki komfort olanda məsəl üçün kondisioneri rahat yandırır, hər şey. Çünki ekonom olanda başlayırlar problem eləməyə. Onda komfort sifariş verərdi. Sizin kondisioneriniz yanardı. Nəysə, mən komfort sifariş verirəm. Deyirəm 2-3 manat verirəm, amma mazgimi heç kim aparmayacaq. Hə, sifariş verdim qaydanda. Nədir onun adı? Dedi ki benzinim azdır, yol yaxın deyildi. Benzinim azdır, gedərik benzin qoyarıq, yəni doldurarıq. Dedik hə yaxşı, heç bir problem yoxdur.
Girdik hardakı benzin benzin kolonkaya ki orada benzin etsin. Maşından çıxdı. Biz elə bildiydik doldurdu da ucu. Gedirik yola. Kondisioneri birdən-birə söndürür. Deyir ki ucu yanacaq azdır. Vso. Birdən belə deyir. Vso maşın dayandı. Benzin yoxdur. Biz necə yəni benzin yoxdur? Bəs biz girdik axı yəni doldurmağa. Yox, mənə dedi ki başqasına gir, yəni başqa benzin kolonkaya gir. Mən girmədim, dedim belə gedim. Bizə də deyir ki avtobusa minin gedin də. Orada da yazmışdı 13 manat. Məndə 12.80. Birdən gördüm ki onun telefonda 18 nə qədərsə yazılıb. Bilmirəm niyə. Deyir mənə 18 verməlisiniz. Deyirəm birincisi siz bizə heç ora qədər aparmadınız. İkincisi də məndə 12.80 yazılıb. Mən sənə 10 manat verəcəm. Sən mənə aparmadın da. 1 kilometr nə qədərsə aparmayır. Yəni oradan orada mən taksi sifariş vermək istəyəndə 3 manat yazılmışdı. Ona görə mən dedim mən sənə 10 verirəm. Burada 13 verməliydim mən sənə. 3 manat da başqasına verəcəm. 13 çıxacaq da mənim yolum. Mən niyə sən benzin etmədiyin üçün zibilə düşüm də belə pis çıxmasın. Nəysə biz 3 manatlıq bu taksiyə mən sifariş verdim. Gördüm ki qabağa oturur. Götürdü qabağa oturdu maşına. Benzin götürməyə ki maşına vursun da. Nədir onun adı? Qəribə danışırdı. Qəribə nəsə söhbətlər eləyirdi, nə bilim. Orada da o düşəndən sonra taksist deyir ki, yəni bu elə bir başın işləmir də. Deyirəm ki, yəni nə qədər belə adam var, yəni bilmirəm, özünü çox qəribə aparırdı. Biraz yəni nəyə görə taksi yerinə götürəndə insanlarda nəyə görə yoxlatma keçmirlər? Biraz elə bilmirəm. Nəysə demək istəmirəm amma ki elə bil nəsə. Orada nitoydu da. Taksistin özü də gördü. Ona görə belə. Bu axırıncı idi. 19 dəqiqədə deyəsə 20 dəqiqə oldu hardasa video. İnanıram ki bəyəndiniz. Mən yorğun. Tuş axıracan çıxmadı gözümdən. Gərək gedim yenə silim. Uşaqlar, gecəniz xeyri. İnanıram ki vlogu bəyəndiniz. Sağ olun.